gün keçirik K samitinin deyilişi və yazılışını. Baxın, bir dənə hərfdir, 5 cür səs ifadə edir. Birinci, ən çox təbii ki, hansı səsi verir? Sizcə? Elə özündə, Mən- K səsi. KK. Hə, bir-bir də, bir-bir. 5 səs verir, təkcə KK deyil. Məsələn, K səsi verən söz deyin görüm. Çox. Kitab. Kitab, ay sağ ol. Kitab. Kitab sözündə K səsini verir. K asandır, yəni bilirik hansında K-dir. Adətən sözün əvvəlində olanda kələm, keçi, küçə. Bunlarda K səsini verir. Sonra bizdə K səsi hansı səsini verir? K samit hansı səsini verir dedin Səmaya? Mən KK. K-nı biz göstərmək üçün ki, apostrof yazırıq, K-ştrik. Bu K demək. Mən K ilə olan söz deyin görək, K səsini versin. kartof. Mən konfet. Konfet, bəli, konfet yazılır, konfet deyilir. Məsələn, kalbasa, kosmos, kosmonavt. Bunlarda K səsini verir. Sonra bu oldu 1, 2. Üçüncü səs nə səsini verir? G səsini verir. Nə zaman G səsini verir? Əslində bunu 3-cü sinifdə keçmişdik ki, 2, K birlikdə gələndə onlardan biri ikincisi. G səsini verir. 8 sözü necə oxuyuruq? 8. Həmçinin başqa samitlə yanaşı gələndə də G səsini verir. Məsələn, ötkəm. F ilə birlikdə gəl, görürsünüz. Burada G səsini verir. Ötkəm deyirik. Tələffüzdə, yəni bunun desək ki, tələffüzün yaz. Necə yazacaq transkripsiyada? K-nın yerinə G yazacaq. Ötkəm. Sonra nə səsini verir ki? X-ştrik səsini verir. X-ştrik necə səslənir? İh, y birlikdə. Və belə yazılır. X-ştrik. Məsələn, deyə bilərsinizmi orada X-ştrik səsini versin? Adətən sonunda K samiti olan çox hecalı sözlərdə X-ştrik kimi tələffüz olunur. Elə söz deyin, sonunda K olsun. Baxın, onlarda X-ştrik olacaq. İh səsi olacaq. İh. Məsələn, sözün sonu K olan sözlər deyin görək. Çörək yazılır. Mən mələk. Afərin. Çörək sözün tələffüz elə görün Səmaya. Mən çörək. Çörək. Mən çörək. Çörək. Xeyr, çörək yiyor demirik, çörək yiyor. Çörək deyil. Mən çörək. 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 Görsən, oradakı X-ştrikdir. Transkripsiyada bu cür yazırıq. Çörək, çiçək, mələk, kötük, kəpənək. Feillərdə də məsələn maqmək artırırsa, getmək, gəlmək. Buradakı sondakı K X-ştrik səsini verir. Yəni ıh səsini verir. Buna bax belə bu cürkilər. Y birlikdə. Yaxşı mı? Bu da oldu 4-cü səs. Bir də 5-ci Y səsini verir. Nə zaman Y səsini verir? Məsələn, deyə bilərsinizmi? Bəzi sözlər, məsələn, K ilə bitən sözlər var idi, indi dedik. Onlara saitlə başlayan şəkilçi artırdıqda həm səsini verir, həm də yazıda, həm yazılışda, həm deyilişdə Y-yə keçir. Məsələn, çörək sözüdür, düzdürmü? Bundan saitlə başlayan şəkilçi artırın. Çörək sözünə saitlə başlayan şəkilçi artırın. Çörəyə. Bu zaman həm Y-yə keçir, yazılışda keçir, həm də tələffüzdə. Amma sırf tələffüzdə Y səsini vermək üçün yenə bu K ilə bitən sözlər var. Məsələn, çörək olsun elə yenə. Bundan sonra gələn söz saitlə başlayanda Y səsini verəcək. Məsələn, çörək evi. Bu zaman çörək evi demirik. Artıq görürsünüz, çörək evi deyirik. Bu zaman yazıda K qalır. Yazıda K qalır. Amma ondan sonra saitlə başlayan şəkilçi gəldiyinə görə tələffüzdə Y-yə keçir. Çörək evi. Məsələn, çiçək ətri yazırıq. Çiçək özü tək olanda X-ştriklə tələffüz olunur. Çiçək deyirik. Amma məsələn, çiçək ətri yazırıq. Görürsünüz, deyəndə artıq deyirsiniz, görürsünüz, çiçək ətri olur. Çiçək ətri. Düzdürmü? Deməli, bu sözlərdən sonra, K ilə bitən sözlərdən sonra saitlə başlayan söz gəldikdə saitlə başlayan. Samitlə yox. Məsələn, samit artıraq çiçək yarpağı. Görürsünüz, çiçək yarpağı dedik, K dedik. Çiçək yarpağı demədik. Deməli, saitlə başlayan söz artırdıqda tələffüzdə bu K, Y kimi tələffüz olunur. Məsələn, dediyimiz kimi çiçək ətri, kötük üstündə, məsələn, kəpənək uçur deyirik. Bu cür. Deməli, həmçinin söz ortasında da bəzən X-ştrik kimi tələffüz olunur.
məktəb sözü. Məktəb sözü ortadadır ki, düzdürmü? Amma tələffüzdə bu olacaq. Bu işləyirik. Məktəb deyirik. Məktəb. Tələffüzün bu cür eləyirik. Yəni söz ortasında əgər samitdən əvvəl gəlirsə ki, bu zaman xışdırı kimi tələffüz olunur. Birini yazdım məktəb, başqa olar məktub, sonra olar təklif, 80 sözləri və s. Bu zaman xışdırı kimi səslənir. Deməli ki, 5 səsi ifadə edir. Bunları bilmək lazımdır. Birincisi ki, bu asandır. K da asandır. G dedik qoşa samitlə gələndə. X işləyirik adətən sözün sonunda çox hecalı sözlərdə gələndə və bir də Y səsini verir. K ilə bitən sözlərə saitlə başlanan söz artırdıqda bu zaman sondakı şəkilçi hərif Y səsini verir. Sait artırdıqda həm səsin verir, həm də yazılışda Q Y-yə keçir. Amma söz artırdıqda yazılışı olduğu kimi qalır, amma tələffüzdə Y səsini verir. Bunu öyrənmək lazımdır. Bunu mütləq öyrənmək lazımdır, çünki testdə düşəcək.